Azərbaycan təhsil sistemində bəzən elə kadr sıçrayışlarına rast gəlirik ki, bu uğurun məntiqi və pedaqoji izahını tapmaq qeyri-mümkün olur. Bu günlərdə diqqət mərkəzində olan şəxslərdən biri də Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini postuna yerləşdirilmiş Turanə Məcidlidir. Onun cəmi 10-12 illik karyera yoluna nəzər saldıqda sıravi müəllimlikdən Bakı Şəhər Təhsil İdarəsi rəhbərliyinə qədər uzanan möcüzəvi yüksəlişi bir çox sualları gündəmə gətirir. Turanə Məcidlinin bioqrafiyasına gəlin birlikdə nəzər salaq. Qaradağ rayonu 106 saylı orta məktəbdə sıravi müəllimlikdən başlayaraq 106 nömrəli məktəbdə direktor müavini, ardınca Bakı şəhər 2 nömrəli texniki humanitar liseyin direktoru, daha sonra Bakı şəhər üzrə təhsil idarəsinin ümumi təhsilin təşkili sektorunun müdiri və 8 ay sonra Bakı şəhər təhsil idarəsinin müdir müavini. Bir xəbər media təhsil media info esnadən xəbər verir ki, 10 ilə bu qədər uğurlu yol qət edən Turanə xanım yəqin qısa müddətdə Bakı Şəhər Təhsil İdarəsi rəhbəri Nərminə xanımın yerinə keçər, sonra da müdda rəhbəri kimi fəaliyyət göstərər. Qısa müddətdə bu qədər strateji vəzifələri dəyişmək hansı müstəsna idarəçiliyi qabiliyyətinin nəticəsidir, yoxsa təhsil sistemində vəzifələr peşəkarlığa deyil, görünməz əllərin uzatdığı siyahılara görə paylanır? İddia olunur ki, bu sürətli yüksəlişin səbəblərinə işıq tutanlar var. Bildirilir ki, Turanə Məcidlinin bu sıçrayışlı yüksəliş yolunda paytaxtın icra hakimiyyəti strukturlarından gələn dəstək, Eldar Əzizov faktoru mühüm rol oynayır. Lakin məsələ bununla bitmir. Ən maraqlı məqam isə qohumluq tellərinin haraya uzanmasıdır. Məcidlinin qaynatası Məhəbbət Kazımovun köhnə qvardiyasının əsas simalarından olan Ramiz Mehdiyevin kadr olduğu qeyd edilir. Görünür təhsildə modernləşmə və islahat şüurları altında hələ də köhnə sistemin, maraqların və tapşırıq mexanizminin prinsipləri işləyir. Maraqlıdır ki, Turanə Məcidlinin qaynanası Tərminə Əsədova da hazırda Bakı şəhərindəki ən böyük məktəblərdən biri olan Bakı İdman Liseyinin direktorudur. Tərminə Əsədovanın bacısı Təhminə xanım da uzun illər Bakı şəhəri 49 nömrəli İntellekt Liseyinin direktoru olub. Bu bacılar Ramiz Mehdiyevin kadro olan Təhsil Nazirinin keçmiş müavini Məhəbbət Vəliyevanın can bir rəfiqələri kimi tanınırlar. Bu sektanın ciddi maraq qarşılığında məktəb direktoru təyinatları hamıya bəllidir. Görünən odur ki, Mehdiyev Vəliyeva dəstəsi bugün də Turanə Məcidlinin vasitəsilə kadr siyasətlərini davam etdirirlər. Dəstəklə öz boyundan yüksəyə qaldırılan Turanə Məcidli təhsil cəmiyyəsində nazir müavini Həsən Həsənlinin adından istifadə etsə də cidanı cuvalda gizlədə bilmir. Mehdiyev Vəliyeva cütlüyünün quyruğu aydın görünür. Onların əl kuklası olan Əzizovun dəstəyi ilə ildırım sürətli yüksəliş dövrünü yaşayan Turanə Məcidli təsadüfi deyil ki, yaxın çevrəsinə təhsildə heç kimlə hesablaşmadığını söyləyir. 5-ci kolonun gücünü və strategiyasını nə bilmişdiniz deyə məlumatda qeyd olunur.